xeyir, xoş gördük sizləri. Mən Nail Axundova. Bugün sizlərlə 2025-20 aprel tarixində 9-cu sinif şagirdləri üçün DİM-in təqdim etdiyi buraxılış imtahanındakı riyaziyyat suallarının izahlarını təqdim edəcəm. Başlayaq elə birinci sualdan. Bu arada suallarımız B variantının suallarıdır. 4x kvadrat çıxılsın 3x bərabər 0 tənliyini həll edin. X-i çıxarsaq möhtərizə xaricinə 4x çıxılsın 3 bərabərdir 0-a. Ya x-imiz 0-dır, ya 4x çıxılsın 3 bərabər 0-dırsa 4x-imiz 3, x-imiz 4-də 3-dür. 0 və 4-də 3 cavabımız C variantı. Çalışma 2. Verilmiş ifadənin qiymətini tapmaq üçün surətə müxtəsər bölmə düsturunu tətbiq edək. Bir dəfə çıxaq. Bir dəfə toplayaq. 2 vur 18 böl 18, 18'lər ixtisar gedir. Cavabımız 2-dir, Y variantı. Çalışma 3. İfadənin qiymətini tapmaq üçün verilmiş ədədlərdən bir kökdən çıxaraq. 0,25-dən 0,5 çıxır. 16-dan 4 çıxır kökdən, 0,36-dan 0,6 çıxır. İkisini vurduqda etdi mi 2, 0,6-ya da vurduqda cavabımız 1,2 D variantı. Çalışma 4. Daxili bucaqlarının cəmi 1800 dərəcə olan qabarıq çoxbucaqlının tərəflərinin sayını tapın. Qabarıq çoxbucaqlının daxili bucaqlarının cəmi 180 dərəcə vurulsun, n çıxılsın ki 1800-dürsə, onda n çıxılsın ki bərabər 1800-ü bölürük 180-ə 10, n də bərabərdir 12. Cavabımız C variantı. Çalışma 5. 1, 7, 9, 5, 3, 6 rəqəmlərindən hər rəqəmdən bir dəfə istifadə etməklə düzələn ən böyük və ən kiçik 6 rəqəmli ədədlərin fərqini tapın. Ən böyüyü deyəndə bir rəqəmləri böyükdən kiçiyə doğru sıralayırıq. 9, 7, 6, 5, 3, 1. Ən kiçik deyəndə kiçikdən böyüyə doğru sıralayırıq və yaxud da yazdığınızı elə tərsinə çevirin. Və bunların fərqi soruşulur. 2-dir, 5-dir, burada qalmışdı 14, 8-dir, 0-dır. Burada 4-dür və 8-dir. 840.852 A variantı. Çalışma 6. İfadəni sadələşdirin. Gəlin əvvəlcə ortaq məxrəcə gətirək. Məxrəclərini əkobunu araşdırırıq. X çıxılsına, x üzərinə gəla. Birincini x çıxaya, ikincini x üstə gəlaya vururuq. AX çıx A kvadratı, çıx AX qarşıda çıxma var, çıx A kvadratı. AX-lər burada islah olunur. Geriyə nə qalır? Mənfi 2A kvadratı böl məxrəcdə kvadratlar fərqi kimi yığırıq. X kvadrat çıxılsın A kvadratı. O mənfini məxrəcə veririk. Azalanla çıxılanın yeri dəyişilir. Surət 2A kvadratı məxrəc, A kvadrat çıxılsın X-in kvadratı. A variantı. Çalışma 7. A-nın hansı qiymətində 3A üzərinə gəl 9 ifadəsinin qiyməti 4 çıx 18 ifadəsinin qiymətindən deyil 3 dəfə böyük olar. Sağı solu hətta fikir verin 3-ə bölə bilərəm. Solunda hər bir ədədin 3-ə bölərəm, sağda 3-ə bölərəm. Sol qalır A plus 3, sağ 4 çıxılsın 18. 4 çıxa bərabərdə 3 üzərinə gəl 18-dirsə 3 ayımız 21, A da bərabər 21-i 3-ə bölürük. Cavabımız 7-dir. Y variantı. Çalışma 8. Dairəvi diaqramda universitet tələbələrinin fakültələr üzrə sayının faiz ifadəsi göstərilmişdir. Televiktorinada iştirak etmək üçün universitetin bir tələbəsi təsadüfən seçilir. Hansı hadisənin baş vermə hadisəsi ən böyükdür? Əlbəttə ki, faizi çox olanın daha böyükdür ehtimalı. Faizi çox olan hansıdır? Təbiət elmləri fakültəsi. Bu da cavabımız A variantı. Buradakı sualdan seçilmişdirdən ziyadə belə bir sözlüklə bitə bilərdi. Onun Təbiət Elmləri Fakültəsinin seçilmə ehtimalı daha böyükdür. Yəni seçilmişdir. Bu biraz bu cümlədə oturmur da. Ehtimalı buradan ehtimaldan söhbət gedir. Təbiət Elmləri Fakültəsinin tələbəsinin seçilməsi ehtimalı daha böyükdür. Çünki suala uyğun olaraq da cavab qoyulmalıdır. Çalışma 9.
Radiusu 7,5 olan dairənin diametrini tapın. Əlbəttə ki, diametr 2 radiusa bərabərdir. 7,5'i 2'ye vururuq. Cavabımız 15'dir. D variantı. Çalışma 10. İstənilən boş olmayan ABC çoxluqları üçün münasibətlərdən hansı doğru deyil? A variantı doğrudur. Çünki A kəsişmə, B kəsişmə C qruplaşdırma qanunudur. A kəsişmə, B kəsişmə C'dir. Bu doğrudur. A ilə B-nin kəsişməsinin A ilə birləşməsi ilə A çoxluğudur. Bu da doğrudur. İki eyni çoxluğun kəsişməsi özünə bərabərdir. D də doğrudur. Çünki hər bir çoxluq özü ilə B çoxluğunun birləşməsindən alt çoxluğudur. Y variantı burada səhvdir. Çünki B ilə C-nin kəsişməsinin alt çoxluğu B deyil. Y variantı səhv variantdır. Çalışma 11. Verilmiş bu çevrənin OY oxu ilə kəsişmə nöqtəsinin koordinatlarını tapın. OY oxunda bilirik ki x sıfırdır. X-in yerinə 0 yazsam 16 plus y kvadratı 52-dirsə y kvadratı 36-dır. Modul y-imiz 6-dırsa y 6-dır ya mənfi 6-dır. Yəni cavabımız 0,6, 0, mənfi 6 D variantı. Çalışma 12. Kubun tilini bir vahid artırsaq onun həcmi 19 olar. 19 vahid artar. Deyir, kubun tilini tapın. Baxın, əvvəlcə kubun tili A olduqda onun həcmi A kubudursa, əgər A plus 1 olsa, onda olacaq A plus 1'in A plus 1'in mötərizən kənar kubu. Amma deyir ki, bu cür olduqda həcmi 19 artacaq. Yəni, A üstə gəl 1'in kubu bərabərdir. A kubu üzərinə gəl 19. Mötərizəni açsam A kubu üstə gəl 3A kvadratı üstə gəl 3A üstə gəl 1 çıx A kubu çıx 19. A kubları islah olunur. Geriyə qalır 3A kvadratı üstə gəl 3A çıxılsın 18. 3'e de bölsəm plus A çıx 6. Vuruqlarını ayıraq. A üstə gəl 3. A çıxılsın 2. 0'dırsa yayımız mənfi 3'dir ki mənfi ola bilməzdir. Ya da 2'dir. Bizdən də soruşur elə kubun tilini tapın. Cavabımız D variantı. Çalışma 13. İrrasional ədədlərdən hansı 3'də 1'dən kiçikdir? Gəlin bu 3'də 1'i kökün daxilinə salaq. Olsun kökdə 9. Bilirik ki, hər biri sürətləri 1 olan kəsirlərdir. Məxrəci böyük olan kiçik, kiçik olan böyükdür. Və 1 böl kökdə 9'dan kiçik olan, məxrəci böyük olan kökdə 15'imiz var. Cavabımız Y variantı. Çalışma 14. Velosipedçi saatda 24 km sürətlə gedərək müəyyən məsafəni 1,5 saata qət edər. Velosipedçi həmin yolu saatda 18 km-lər neçə saata gedər. Bilirik ki, eyni məsafədə V1 T1 bərabərdir V2 T2. Birincinin sürəti 24, getdiyi zaman dilimi 1,5 saatdır. İkinci dəfə geri qayıtdıqda baxaq, sürəti 18 zaman dolsun, elə T. T də bərabərdir. 24 vur 1,5 bölünsün 18. 36'ını bölsəm 18'e cavabımız 2'dir. B variantı. Çalışma 15. Verilmiş ifadəni sadələşdirmək üçün 0,36'ını hətta bu cür yazaram ki, daha rahat olsun. 2,9'da 2'ni 9'da 20 çevirərəm. A'lar vurduqda qüvvətlər toplanırlar. A üstü mənfi 1. B'ləri vurduqda qüvvətləri toplasam B kvadratı. C'ləri vurduqda qüvvətləri toplasam C üstü mənfi 2. Burada 20 ilə ixtisar getsin 5, 9 ilə ixtisar getsin 4. Cavabımız 5'də 4. A üstü mənfi 1. B kvadratı. C üstü mənfi 2. B variantı. Çalışma 16. Avtobusda 30 sərnişin var idi. Deyir, birinci dayanacaqda 7 sərnişin düşdü. 9 nəfər mindi. İkinci dayanacaqda 14 sərnişin düşdü. 4 nəfər mindi. Avtobusda ikinci dayanacaqdan sonra neçə sərnişin oldu? Birinci, baxın, bu ikisini toplasam, hətta bu üçünü toplasam oldu 43. 43'ten çıxıram 21'in. Cavabımız 22. Çalışma 17. AB və CD parçaları Y kəsişmə nöqtəsində yarıya bölünür.
və BY, YD, AD 6, 4, 9 nisbətindədir. Yəni BY bura 6 hissədir, 6K-dır. YD bura 4 hissədir, 4K-dır. Onda burada 6K-dır, onda burada 4K-dır. Və AD 9K-dır. Onda burada 9K-dır. ADY ilə verilmiş C, verilmiş BY, C, onda kongruent üçbucaqlardır. CB parçasının uzunluğu deyəndə 6K, 4K üzərinə gəl, 9K bərabər 38-dirsə, 19K-ımız 38-dir, K 2-dir. K 2-dirsə bizdən CB soruşulur. 9-u 2-yə vururuq, cavabımız 18-dir. Çalışma 18. Verilmiş təniklər sistemindən x, y hasilini tapın. Tərəf-tərəfə toplasaq, y-lər islah olunur. 3x-imiz 21-dirsə, x 7-dir. X-in yerinə 7 yazsaq, 7 üstə gələ y, 12-dirsə, y 5-dir. X, y hasili 35-dir. Çalışma 19. Mətbəədəki rəngli və ağqara çap olunan bir vərəqin çap qiyməti cədvəldə verilibdir. Elnur, bu mətbəədə 5də biri ağqara, qalanı rəngli çap olunmaqla cəmi 4000 vərəq çap etdirdi. Ona görə o mətbəəyə neçə manat ödəməlidir? Gəlin birinci tapaq ağqaraların sayını. Ağqara 4000-in 5-dən biri. Yəni 800 dənə ağqaradır. Geri qalan rəngli 4000-dən çıxdım 800-ün, bu da bərabərdir 3000, 200 səhifə də rənglidir. İndi bizə deyir ki, buna görə mətbəəyə neçə manat ödəməlidir və aralıq verilibdir. Deyir ki, əgər ki 1500-ə qədər vərəqdirsə, rəngli 0.6-dır, amma 1500-dən çoxdursa 0.45-dir, yəni 45 qəpikdir. Ağqara əgər 1500-ə qədərdirsə 35 qəpikdir, yox, əgər 1500-dən çoxdursa 30 qəpikdir. 800 düşür ağqara üçün bir vərəqi 0.35 manata, yəni 800-ü vururam 0.35-ə, üzərinə gəlirəm. Geri qalan 3200 bu kateqoriyada olacaq, çünki artıq 1500-dən çoxdur. 3200-ü də vuracam 0.45-ə. Bu bərabərdir. Demək, 8 vur 35, üzərinə gəl 32 vurulsun 45. 1 eləyir 800, 280, çünki 240, orada bir 40'ımız var. Digər eləyir. Demək, 3, 96, 96'ın 15'ə vuranda bu ikisi birlikdə 1, 4, 4, 1440 mı? Demək, 4, 13, 14 düzdür. Bu da bərabərdir. Demək, 1720. 1720 manat pul ödəyəcəkdir. Çalışma 20. YF AC-yə paraleldir. Yəni artıq bir oxşarlığımız var. YF 3-dür, FC 3-dür. Bura X desək, AC 9-dur. Onda YF B üçbucağı oxşardır. Üçbucaq AC B-yə. Yəni YF-in AC-yə nisbəti bərabərdir. BF-in BC-yə olan nisbəti. Ümumi X üzərinə gəl 3-dür deyə 3-ün 9-a nisbəti, X-in X üzərinə gəl 3 olan nisbəti. Hətta ixtisar apararam. 3-də 1, 3x-imiz X üzərinə gəl 3-dürsə 2x 3-dür. X-imiz 1.5-dir. Bizdən də BF soruşulur. 1.5-dən 3-ü toplasam, cavabımız 4.5-dir. Çalışma 21. Verilmiş bərabərsinin ən kiçik tam əllini tapın. Gəlin bərabərsinin hər bir əllini 4-ə vurub kəsirdən azad eləyək. 4-ü 2-yə bölürəm. 2, 4-ü 1-ə böldüm 1. Bu ikisini 4-ə vuracağım. 6x çıxılsın 3 kiçikdir. 16x çıxılsın 20. 6x çıxılsın 16x kiçikdir. Mənfi 20 üzərinə gəl 3. Mənfi 10x kiçikdir. Mənfi 17-dirsə. Mənfiyə böldükdə işarə dəyişilir. 1.7-dən. 1.7-dən müsbət sonsuzluğa ən kiçik tam əl. Cavabımız 2-dir. Çalışma 22. Bir ədədin 25%-i digər ədədin 50%-nə bərabərdir.
Bir ədədimiz adı, digəri B olsun. 25A bərabərdir 50B-dirsə, ayımız 2B-dir. Bu ədədlərin fərqi A çıxılsın B bərabərdir 60-dırsa ki, onda gətirib A-nın yerinə 2B yazsam, çünki ayımız 2B-dir. 2B çıxılsın B 60-dırsa, onda B 60-dır, A da bərabər 2 vur 60, 120-dir. Bizdən də soruşulur, bu ədədlərin cəmi A üstəgəl B bərabərdir 120, üstəgəl 60, cavabımız 180-dir. Çalışma 23. Elnur hər gün eyni miqdarda pul xərcləyir. Elnurun pulunun və xərclədiyi pulun miqdarını göstərən qrafik aşağıda göstərilmişdir. Elnurun pulu neçə günə bitər? Baxın, 15-ci gündəki qalan pulu ilə xərclənən pulunun miqdarı bir-birinə bərabərdir. Tutaq ki, gündə x manat xərcləmiş olsun. X manat. Onda belə çıxır ki, 15 gündə 15x manat pul xərcləyəcək. Düzdürmü? Bəs qalan nə qədər olacaq? 150 çıxılsın, 15x. Bunlar deyir bir-birinə bərabərdir. 15x bərabərdir. 150 çıxılsın, 15x-dirsə, onda 30x-imiz 150-dir. X də bərabər 150-ni böldüm 30-a, bu da bərabərdir 5-dir. Gündə 5 manat xərcləyirsə, bəs deyir Elnurun pulu neçə günə bitər? 150-ni bölürəm 5-ə, cavabımız 30 günə. Çalışma 24. Verilmiş bu paralelliyə və bucaqlara görə C bucağını araşdıraq. Bura bir alfa desəm, 100 dərəcə plus alfa bərabər 180 dərəcə üzərinə gəl 50 dərəcə. Alfa da bərabərdir. 230 dərəcədən çıxıram 100 dərəcəsin. Cavabımız 130 dərəcə. Çalışma 25. Tərəfi 8 olan ABCD kvadratında S1-in S2-yə nisbəti 1-in 9-adır. Bilirik ki, sahələr nisbəti K kvadratıdır. Yəni, K-mız 3-də 1-dir. Tərəflər nisbəti K-dır. Bu iki üçbucaq bir-birinə oxşar olan üçbucaqlardır. Bilirik ki, bu 45-dir, kvadratın diagonalı bucağının tənbölənidir, 45-45-dir. Növünə görə iki üçbucaq da bərabər yanlı düzbucaqlı üçbucaqdır. Əgər bunun tərəfi x-dirsə, bunun tərəfi də 3x olacaq bu qaydaya əsasən. Çünki bura bir m, bura bir y desəm, c-m'in a-yə nisbəti 1-in 3 olacaqdır. Əgər bura 3x-dirsə, burada 3x-dir, bura x-dirsə, burada x-dir, a-nın uzunluğu 4x-dir. 4x 8-dirsə, x-i veribdir. Onda x-imiz olacaq 2. Bizə nəyi soruşur? S2. S2 bu hissədir. S-A, Y, burada bir N nöqtəsi deyək. A-Y, N-in sahəsi soruşulur. S2 bərabərdir tərəfinin kvadratı. A-Y bərabərdir 3x. 3 vur 2, 6-dır. Onda bu da düzbucaqlı üçbucaqdır. Sahəsi katetləri hasilinin yarısı. Bu da bərabərdir 18-dir. Bununla da biz sizinlə 2025 20 aprel 9-cu siniflərin buraxılış imtahanı üçün təqdim olunan riyaziyyat suallarının izahlarını yekunlaşdırdıq. Hələlik bu qədər. Gələn video izahlarda görüşərik. Sağ olun.